Oy bu ne? Tam bu vəziyyətdir. Mən də indi evə gedirəm. Yəni Allahın ümidinə sığınıb yolda gedəcək. Nə baş verəcək haqqında heç bir fikrim yoxdur. Çünki skuterlə gedirəm. En azından birinci məqsədimiz o ki, buranı çıxa bilək. Ondan sonrasına da baxacaq. Nəysə, telefonu açıq qoyum. Siz də mənlə gedin. Mahnı falan qoymuram qulağıma ki, birdən nəsə olsa eşitmərəm. Bugün istəyirəm o yolla gedim ki, o yollar ki, biabırçılıqdır. Ama bilən ki, sürüşə gedəcəm. Prosta qolumuzu, qıçımızı qırmazaq yaxşıdır. Təmizlənmiş yolları axtaram ki, daha rahat olsun. Birinci ayaqla getmək lazım. Bu nə da? Işığı da yandıraq. Davay. Yavaş-yavaş sürə-sürə gedək. Çox sürətlə getməyəcəm. Arada biraz basa bilərəm də, boşluqlarım. Normalde bu yolla getmirəm. Bura uzun yoldur. Buradan oyanası yoxdur. Neyse, yavaş. Buradan basa-basa gedək. Sürüşməsə yaxşıdır. Ayağımızı bərk salaq ki, ağırlığımız düşsün. Buralar təmizləməyiblər, şərəfsizlər. Daha şeytan deyir, git maşın yolu ilə. Prosta orada daha sürüşkən olacaq. Almanya'da çəkdiyimiz əziyyətlər. Videonun adını tam olaraq mı qoymaq olar? Almanya'da çəkdiyimiz əziyyətlər. Vallahi, bu nədir? Bir yavırçılıqdır. Çox sağ-soğ eləmək lazım deyil ki, sürüşməyək. Vallahi, getmirək. Skuterlə də getməkdə bir şey deyil, maşın almaq lazımdır. Bura gələnlərə tövsiyə edirəm ki, birinci növbədə maşın alın. Fürəşaniyə sənədinizi həll edin, sürücülük vəsiqəsini alın. Ondan sonra da bir dənə kiçik maşın alın. Böyle bir şey lazım deyil hələ ki. Az bilding eləyənlərə aiddir təbii ki. İş vizasına gələnlər böyük maşın ala bilərlər, fərqi yoxdur. Bir dənə balaca kiçik bir şey alın. En azından beləsinə vaxtlarda sizi yola versin. Çünki sonradan az bilding eləyənlərdə məktəb falan oxumaq biraz çətin olur. Həm oxuyursan falan, onsuz da hər şey oxumalısan. Elə yaxşısı odur ki, gələn kimi bir dənə sürücülük vəsiqəsini edirsiniz birinci ildə, çox əziyyət çəkmədən. Necə biraz pul lazımdır, az pul da deyil, burada biraz bahalıdır. Yəni tövsiyəm odur, başqa bir şey tövsiyə edəmərəm. Başqa da ki, skuter normaldır, amma ki, sürüşə gəlirəm. Yəni, haradasa sürüşəcəyimi hiss edirəm. Arxadan sürüşə gəlirəm. Velosiped də almaq olar. Velosipedlə məncə, bilmirəm, velosipedlə sürüşərdə. Velosipedlə getməmişəm belə yollar. Valla görsən, heç nəyi təmizləməyiblər. Gedən yolda heç nə təmizləməyib. Deyirəm, bəlkə o bir yolla çıxım gedeyim, onu da fikirləşirəm. Ne olacaq? Onsuz da biz yolu bilmirəm da. Buradan nəzur gedəcək. Soyuq dəhşət. 3 dənə şalvar üst-üstə geyinib ki. O dərəcə soyuqdur. Yəni də mənfi 8 dərəcə. Gözləyiz. 13 ilə gedirəm, sürətlə gedəmirəm. Getmək olmur, getmək olmur. Ya sürüşdüm. Gedəcəm maşın yolu ilə. Geçmə dedi. Davay. Burada gay belə. Alişli qaldıq. Davay. Gedəcəm maşın yolu ilə. Rədd olsunlar oyna. Gəl görüm. Yox ha bura. Buraya bir daha sürüşkəndir. Yox, bura çox sürüşkən oldu. Gedə bu tərəflə. Maşın getmir. Getmir. Gedəmirəm. Gələyə bilmirəm. Səkin üstü də sürüşkəndir. Yaxşı bir də. Nə əziyyət çəkdim ha? Sabah nə təriyəcək? Sabah yollar sürüşkən olacaq. Yavaş gedim ki, yıxılmayayım. Qolumuzu qısmı sındırma yağ əsasıdır. Ona görə mahnı qoymadım ki, konsantrasyonu ancaq yola verə bileyim. Buna bax. Gəldi, burada stopla. Burada da yoxdur. Buradan təzdən aşağıya düşmək lazımdır. Ay Allah, bu nə zülüm idi, ay Allah biz çəkdik. Yol da yaddan çıxıb, haradan yedik. Elə məncə düz yetməliyik. Heç yolu təmizləməyiblər, ya Allah haqqı. Hayda, soyuq.
Ay bu ne? Ay bu ne? Açtık senin. Ay bu ne? Gözde. Neyse. Orada bir tane tur açtım. Neyse sağ olsunlar. Hiç kim köpek edemedi. Zaten hiç kim de yok idi. Kim köpek edecek? Neyse. Aa, oradan geçmek olmadı. Hala doluydu. Baş aşağı açtık Allah'a. Dedim ne dedim ben bu eve gelende 100 neyse. Ama ben hiç de olmadı. Sağ salamadan maşallah. Buralar da buzdu. Yol tapamıram. Buradan bir tane çıkabilseydim o bir tarafa. Yaxşı olardı. Bunu da Eko'ya koyak. Davay. Eko'da zaten. Getmir. Dolu. Davay. Getməli məcbur, başqa yol yoxdur. Evə getmək lazımdır. O biri yolla gəlsə maşın gəlməzdik. Adam yolları vahşi biabırçı vəziyyətdədir. Yəni maşın yollarını nəsə eləyiblər də. Adam yolları vahşi biabırçılıqdır. Sən göv özü niyə soxdun ne ora? Orada dedim ki bu kadar dayaz olmaqda səndə aşağı yer var imiş. Buradan nə ters keçəcək? Kırmızı ışıq tələbləri görək. Kırmızıdır. Ehtiyatla dayanaq. Sola gedək. Bunu da drive'a qoyaq, biraz bərk gedək. Ne oldu? Yaşlı gəldi, ya gəldi davay. Davay. Maşın yolundan da geyib. Maşınları bədbəxt eləmi. Yaxşı ki çox maşın yoxdur. Maşın olsaydı gezələr ver arxa tərəf. O bir tərəf. O bir tərəfdə də yer yoxdur. Maşında da ehtiyatlı olsun ki mən buradan geyirəm. Hamını bəlaya soxuram da. Bitirdim. Vəziyyət yaxşıdır. Ya bir adam yolu təmizləyiblər. Necə də adam yolu. Biraz ehtiyatla. Donbalaq aşmaq istəmirəm yəni. Elə bir təmizləyiblər ha buraları, davay. Buradan getmək olar, sürətli. Sadece yavaş. Yavaş yavaş yavaş. Ellerim yoktu öyle bir. Ellerimi hissedemiyorum. Elcə aldım Azərbaycandan. İstediğim balınlıqda olmadı. Gəlib başqasını aladım. Balınlıqda. Geldi zırt deyilən yerə bax. Burası zırt deyilən yerdir. Burada ehtiyatla yerim. Olsa padyomdu. Bu havada heç kim evdən bayaq çıxanmazlar. Heç kim. Gəlirəm evə. Все. Lid atmışam. Sardı. Bu havada maşın sürmək deyir. Düzgündür. Adam maşın sürer bu havada. Dəhşətizmdir. Ellerim donur. Keçen il bu kadar olmamıştı. Keçen il bundan yaxşıydı. Keçen il yere bu kadar yatmadı. Bu dəfə nəsə hava özündən getdi burada. Soyuqluq gəldi. Global soyuqlaşma gəlir. Üstünü qutardı. Global soyuqlaşmadır. Nədir belə? Biz burada belə bir hava görməmişdik. İndi dəhşətizm oldu. Allah Allah. Necə də? Buralarda hardasa. Şu. Geldi eve. Bunu böyle silkeleyeyim. Şeyler düşsün. Ben ya alttan üstə giymişim. Ölürəm.
Otağım gözü otağım. En azından isti otağımız var.